Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Dünya miqyasında süni intellekt məlumat serverlərinə qoyulan investisiyaların artması yaddaş və çip qiymətlərinin yüksəlməsinə, eləcə də təchiz problemlərinə səbəb olur. Xəbərə görə, süni intellekt məlumat serverlərinə qoyulan investisiyaların artması yaddaş və çip qiymətlərinin artması ilə nəticələnib. 2026-cı il üçün bütün proqnozlar göstərir ki, sektor ötən illə müqayisədə təxminən 13% azalacaq. Bu, sektorun hara doğru gedəcəyi baxımından əhəmiyyətli bir dönüş nöqtəsidir. Yeni vəziyyətdə smartfonlar 40% bahalaşacaq. Yeni vəziyyətdə smartfonlar 40% bahalaşacaq. Çünki smartfon istehsalı xərclərində yaddaşın payı əvvəl 15% olduğu halda hazır 50%-ə yaxınlaşır. Məlumata əsasən, bu il yaddaş qiymətlərində 6 dəfə artım olub. Smartfonların qiymətində yaddaşın payı 15%-dən 45-50%-ə yüksəlib. İlin əvvəlindən pərakəndə satış qiymətlərində əks olunan artım təxminən 15% təşkil edir və ilin sonuna qədər ümumilikdə smartfon qiymətlərində 35-40% artım gözlənilir.